Merhabalar, hər vaxtınız xeyir olsun. Deməli, mən sizə bugün Hüseyn Cavidin yaradıcılığını və əsərləri haqqında danışacağım. Hüseyn Cavid 1882-ci ildə Naxçıvanda dünyaya gəlib. Atası Molla Abdullah olub. İlk təhsilini o da Mollaxanada alıb. Ərəb fars dillərini öyrənib. Şərq tarixi və ədəbiyyatına dair biliklər əldə edib. Naxçıvanda yeni tipli tərbiyə məktəbində dünyavi elmlərə yiyələnib. 1898-1903-cü illərdə Cənubi Azərbaycanda yaşayıb, orada Talibiyyə məktəbində təhsilini davam elətdirib. 1906-1909-cu illərdə İstanbul Universitetində ali təhsil alıb. İstanbul həyatı dünya görüşü formalaşmasına ciddi təsir göstərib. İş həyatı universiteti bitirdikdən sonra Naxçıvana gələrək müəllimliklə məşğul olub. 1911-ci ildən fəaliyyətini Tiflisdə davam elətdirib. 1918-19-cu illərdə Naxçıvanda Rüşdiyyə məktəbində dərs deyib. Sovet hakimiyyəti illərində müəllimlik fəaliyyətini davam elətdirib. Kitabları çap olunan, əsərləri tamaşaya qoyulan şair şöhrətlənmiş, lakin düşmənlərinin də sayı artmışdır. Əsərlərinə ədəbi məhkəmələr qurulmuş və Yazıçılar İttifaqının yığıncaqlarında Burja yazıcısı kimi qələmə verilmişdir. Onun müasir həyatı əks etdirməyən yazıcı kimi qələmə veriblər. 1937-ci ilin iyun ayında həbs olunmuşdur. Xalq düşməni kimi Sibirə sürgün olunub. 1941-ci ilin dekabrın 5-də sürgündə vəfat edib. 1956-cı ildə bəraət verilib. 82-ci ildə anadan olmasının 100 illiyi ilə əlaqədar ümumi lider Heydər Əliyevin təşəbbüsü ilə Sibirdən Naxçıvana gətirilib və orada dəfn olunmuşdur. Yaradıcılığı o Gülçin təxəllüsü ilə yazıb, ilk şeylərini tərbiyə məktəbində oxuyarkən məktəbin müdürü Məhəmməd Tağı Sidqinin təsirindən yazıb, İstanbulda oxuyarkən İrşad qəzetinin Nöfə Füyuzatda bir ah məzlumanə əsərlərini çap elətdirib. Naxçıvanda fəaliyyətin ilk illərində lirik şeirlər Ana piyesini Naxçıvanda olduğu dövrdə yazıb. Tiflisdə yaşayarkən ilk şeirlər kitabı Keçmiş Günlər 1913-cü ildə çap olunmuşdur. Rüşdiyyə məktəbində işlədiyi illərdə Bahar Şəbnəmləri adlı kitabını çap elətdirib, İblis, Uçurum adlı əsərlərini yazıb, İblis əsərini tamaşaya qoyulmuşdur. Əsərlərini yazıb həm heca, həm də əruz vəznində. Cavid deyirdi ki, mənim tanrım gözəllikdir, sevgidir. Bu qayə onun həm dramında, həm poemasında, həm də fəlsəfi lirik şeirlərində əks olunub. Fərqli duyğuların yüksək sənətkarlıqla ifadə edildiyi şeirlər Çoban Türküsü, İlkbahar var. Qız məktəbində şeiri poeziyamızda sujeti lirikanın mükəmməl nümunəsidir. Deməli, qız məktəbində bizim belə sujeti lirika olub. Qadın şeiri üsyankar ruhda yazılıb, qadının müfhumatdan, cəhalətdən uzaqlaşmandan bəhs olunur, azad bəxtiyar bir insan kimi yaşamasından söz açır. Hərb və fəlakət əsərində gücün, zorun haqqı üstələməsi ilə barışmır, hərb yolunu tutanların bəşəriyyəti fəlakət sürükləməsindən bəhs edir. Epik təsvirdən çox lirik romantik düşüncə əks olunduğu əsərlər bir ah məzlumənə, İşdə bir divanədən bir xatirə, Hübut-i Adəm əsərləridir. Azər poemasında şairin şərqə və qərbə eyni zamanda şərq və qərb müstəvisində Azərbaycana baxışı əks olunub. Dramaturgiyası Cavid mənzum romantik dramaturgiyamızın banisidir. Demək, mənzum romantik dramaturgiya deyən də Caviddir. Ana ilk dram əsəridir. 1910-cu ildə yazılıb, Dağıstan həyatından götürülüb. Maral 1912-ci ildə yazılıb. Pula, sərvətə, aludəçilik, cəmiyyəti törədə biləcəyi faciələrdir. Şeyx Sanan 1914-cü ildə yazılıb. Mənzum faciədir. Deməli, ana dram əsərdir, dediyimiz kimi. Ondan sonra faciələr əks olunub Maralda. Bu mənzum faciədir Şeyx Sanan. Və dini əfsanəvi şəxsiyyət olan Şeyx Sənan timsalında insanın dini əfsanəvi şəxsiyyət olan Şeyx Sənan timsalında insanın mənəvi ucalığı, əsl eşqin dini etiqad üzərindəki tənəsi, buxovları qırmaq qüdrəti üzrə əks etdirilib. 1916-cı ildə Şeyda yazılıb, Bakıda mətbəə işçilərin həyatından bəhs olunur. Çətin, ağır həyat tərzini və azadlıq düşüncənin təqdimi önünə çəkilir. 1919-cu ildə Uçurum yazılıb, Cavid yaradıcılığının birinci mərhələsi elə 19-cu illə sona çatır. Peyğəmbər Topal Teymur müəllif tarixi şəxsiyyətləri, hadisələrə müraciət edib. Knyaz 1929-cu ildə faciəsində azad sevgini və pak mənəviyyatın təntənəsini diqqət mərkəzinə çəkib, böyük tarixi, ictimai dəyişikliklərin insan taleyinə ciddi təsirini əks elətdirib. 1932-ci ildə Səyavuşu yazıb və bu Səyavuş Firdovsinin Şahnamə əsərinin motivləri əsasında yazıb. Müəllif öz humanist görüşlərini əks elətdirib. Xəyyam, İblisin intiqamı bu əsərlərlə Cavid dramaturgiyası tamamlanır. Bu ilə də dramaturgiya sonlandı. İndi gəlin baxaq onun İblis əsərinə, İblis dirəmi, üzrlüsən, ana əsərinə. Birinci ananı deyim ki, İblisi ayıracağım mən. Deməli. Ana əsəri. Hadisələr ana əsərində
Dağıstanda baş verir. Kiçik bir bağça, sadə və fəqirانə ev, bu Səlmanın evidir. Səlman tək oturub, sinirli və həyəcanlıdır. Üzünü səmaya tutub Allaha müraciət edir. Deməli, Allaha müraciət Səməd Vurğunun Vaqif dramında İblis faciəsinin ilk pərdəsində var. Səlmanla nitqindən onun bircə olduğu, deməli, Səlmanla nitqindən bilir ki, onun bircə oğlu var. Oğlu haqqında Nuri Didəm deyərək, nə deyir? Nuri Didəm deyərək bəhs edir və 3 aydır ondan məktub olmadığını bildirir. Hər gecə qanlı röyalar görür. Qanlı röyalar Salur Qazanın evini yağmalanması və Səməd Vurğunun Vaqif dramında var və qorxulu xəbər alacağını ehtiyat edir. Qanpoladın getdiyi 1 ildən çoxdur. Nə qədərdən çox olub? 1 ildən çox. Getdiyi gündən bəri o hər ay, hər 15 gündən bir, hər ay, hər 15 gündən bir məktub yollayırdı. Ancaq bir müddətdir ki, oğlundan məktubu almayan ana, mənim oğlum ki, vəfasız deyil, niyə məktub göndərmir? Mən məhv oluram, deyir. İsmət gəlir, Səlma İsməti Mələk adlandırır. O məktub gətirib, məktub Qanpoladdandır. Onu İsmətə qonşu Qorxmazoğlu Müslüm verib. Deməli, nə edib? Məktub gətirib. Ana Qanpoladdan gəlib-gəlmədiyini soruşur. İsmət isə cavabın məktubda yazıldığını deyir. Oxuma yazma bilmədiyi üçün Səlma ana İsmətə, sən evdə otur, mən gedim məktubu oxutdurum, gəlim, deyir. İsmət öz-özünə danışır. Kim bilir, Qanpolad indi hardadır? 1 ildir nişanlanmışam, talih mənə düşmən kəsirib. Qanpoladsız bir an belə xoşbəxt olmadım. Qapını açıb içəri girir. Orxan və İzzət gəlir və Orxan İzzətdən gizlənməsini istəyir. İsmət onu görməsin deyə. İzzət deyir, bəlkə heç evdə deyil, bu vaxt qarmon səsi eşidilir. Demək, hansı musiqi alətidir? Qarmon və məlum olur ki, İsmət evdədir. Orxan bu qızın sultanlara layiq olduğunu, Məhərrəm də səadəti haqqında eyni fikri demişdi. Müsibət Fəxrəddində. Fəqət qız Qanpolada aşiqdir. Orxan nitqindən məlum olur ki, İsmət hər gün gəlib gedəndən Qanpoladı soruşur. İsmət onun sevgisindən xəbərsiz olduğunu söyləyir. İsmətə olan divanəliyini ona söyləməyin yolunu axtarır. Düşünür, yalvarsınmı, qorxutsunmu deyir. Yoxsul olsa da o qızda bir böyüklük var. Məhz buna görə o qıza olan sevgisini indiyə qədər etiraf edə bilməyib. İzzət Orxana bu işin ona yaraşmadığını deyir. Məsləhət görür ki, qoy qız gəlib sənə yalvarsın. Məsləhətə razı olmayan Orxan bunun mümkün olmadığını, sevgisini qıza etiraf etməli olduğunu bildirir. Orxanın eşqimə razı olarsa xoşbəxt olar cümləsinə cavab İzzət soruşur. Bəs rədd eləsə, Orxan dostuna deyir ki, qəm yeməsin, o aciz deyildir. Qarmon susur, onlar çəkilirlər. Orxan İsmət onu rədd edərsə, aləmi alt-üst edəcəyini deyir. Və əlavə edir, Allah şahid olsun ki, onu elə salaram ki, tək qalar, çarəsi mən olaram. Səhrada maral kimi qaçar, dağlarda qartal kimi yaşayar. Amma Orxan müsibəti Fəxrəddində səadətə aşıq olur. Cahangir ilə əks düşüncədir. Çünki Cahangir belə hərəkət eləməzdi. Cahangir səadəti incitməmək arzusunda idi. İsmət bayıra çıxır, İzzət çəkilir. Orxan onun görünüşündən anlayır ki, İsmətin könlü şad deyil, dalğındır, kədərlidir. İsmət Orxanı görüb heyrətlənir. Orxan İsmətdən bir xəbər olub-olmadığını soruşur. İsmət ona Qanpoladdan məktub gəldiyini söyləyir. Orxan Səlma ananı soruşanda isə İsmət onun qonşuda olduğunu, mollaya məktub oxutmağa getdiyini deyir. Orxan İsmətdən bu halda olmağının səbəbini soruşur. İsmət aydınlıq gətirir ki, Qanpoladın intizarı onu sıxır. Orxan İsmətə qəribə halı olduğunu söyləyir. Qanpolad qürbətdə sürünsün, sən də burada zülm çək. İsmət dözməkdən başqa çarəsi olmadığını bildirir. Orxan İsmətə, Hüsnə mənim kimi minlərcə aşığı varkən dedikdə isə İsmət onu susturur. Orxan özünə tərifləməyə başlayır ki, Dağıstanda məşhurdur, varı nəsil əcabəti var. Bütün qızların ona aşıq olduğunu bildirən Qanpolad İsmətə onun məftun olduğunu bildirir. Ondan mərhəmət diləyir. İsmət üzüyünü göstərərək onun Qanpoladdan yadigar olduğunu deyir. Orxan, bu üzükdənmi ehtiyat edirsən? Soruşanda İsmət barmağındakı üzüyü qırılmaz zəncirlə müqayisə eləyir. Orxan üzüyü mənasız adlandırır və bildirir ki, üzük, nişan yalnız könüldür. İlk olaraq təklif edir ki, deməli ilk təklifi budur ki, sabah bu kənddən qaçaq, kimsə qarşımızda dursa, mən cavabını verərəm. İsmət hörmətin, izzətin sənin olsun deyərək Qanpoladdan ayrılmayacağını bildirir. Bütün dünya dağılsa da ondan özgə sevdiyi olmadığını dilə gətirir. Orxan ona deyir ki, inad eləmə. Bu inadla nə sən sağ qalarsan, nə də mən. Yəni, ikinci təklifində Orxan onu qorxudur. İsmət bu təhdiddən qorxmur, İzzət ortalığa çıxır, Orxana müraciətlə bu gücsüz İsmətə yalvarmaqdan nə çıxdı, deyir. İsmət onu vicdansız, alçaq adlandırır, Orxan İzzətdən çəkilməsini istəyir. İzzət Orxana yalvardıqca məhəbbətin artmadığını bildirir. İsmət İzzətə xain oğlu, xain deyir, İzzət çəkilir.
Orxan İsmətə deyir ki, İzzət, yəni Məcnundur. Ondan bir şey umulmaz. İsmət isə cavabını düz deyirsən. Elə olsa səni tapmazdı söyləyir. Orxan İsmətə bildirir ki, nə desə ona xoşdur. Tikansız gül olmur. Bircə ayrı qalmasına. O İsmətdən mərhəmət istəyir. Üçüncü təklif bu olur ki, ya gəl mənə can ol, ya da canımı al. Xəncəri ona verir. İsmət xəncəri istehza ilə afərin sənin şərəfinə deyir. Bu yaşına can onun kimi qəhrəmanı görmədiyini söyləyir. Sən bir igidsən, sənə ar olsun. Deyərək xəncərini atır, getmək istəyir. Orxan ona mane olur. İsmət yenə getmək istəyir. O yenə mane olur. İzzət çıxıb yola baxaraq kimisi gəldiyini xəbər verir. Orxan İzzətlə çəkilir. Ağaclıqda gizlənirlər. Orxan İsməti parlaq ilan adlandırır. İsmət onların getdiyini düşünür. Deyir ki, güya məni imtihan edirdi. Onun gözü qəfil xəncərə sataşır. Xəncərin süsünü bəyənir və deyir, bir balaca polad olsa da canlar alan əjdərdir. Onu deyən bildiyimiz kimi kim oldu? İsmət. Səlim gəlir. İsmət xəncəri gizlədir. Səlim məktubdan xəbərdardır. O Səlmanla harda olduğunu soruşur. Qız açıqlama verir. Səlim İsmətin simasındakı narahatlığı görür və səbəbini soruşur. İsmət bunun qanpoladsızlıqla bağlayır. Lakin Səlim inanmır. Deməli, birinci gizlədir də ondan. İsmət isə cavabında bir ildir yol gözlədiyini söyləyir. Gedirlər, xəncər düşür. Səlim xəncər hardan olduğunu soruşur. O da xəncəri Əjdər adlandırır. Deməli, o da adlandırıb Əjdər. İsmət onu yerdən tapdığını söyləyir. Səlim ona, səni doğru danışan qız bilirdim, deyir. İsmət yalan danışdığını boynuna almır. Ancaq Səlim inadla ondan doğru cavab istəyir. Səlim öz-özünə düşünür ki, İsməti heç bu halda görməyib. Bu qızda bir sır var. O İsmətə hər şeyi söyləməyincə ona aman verməyəcəyini bildirir. Səlim İsmətdən soruşur, özünü öldürməkmi istəyirdin? İsmət bunu qəbul eləmir. Səlim yenidən silah kimindir xəbərini yoxdur sualını verir. Xəbərin yoxdur. İsmət bu dəfə yox cavabı verəndə Səlim onun yalanı ox kimi qəlbinə batdığını söyləyir. Sonra sənin İsmətə and içməsini istəyir. And içərsə inanacağını bildirir. İsmət dünya dağılsa da and içməyəcəyini deyir. Öz-özünə düşünür. Yalandan and içsəm Allah düşməni olaram. Eynən bu gələcək gün əsərində də orada yalandan and içmə məsələsi var. Yəni Allah xofu var. İsmət qardaşı ilə şərt kəsərək ona danışır. Şərti bu olur ki, danışdıqları onların arasında qalsın, heç kim bilməsin. İsmət qardaşına Orxanın elanı, eşqini, qaçmağı təklifini deyir. Səlim bacısından bu sözlərin qarşılığında nə cavab verdiyini soruşanda İsmət onun gözlərinə tüpürdüyünü bildirir. Sonra nə oldu? Sonra cavab olaraq İsmət xəncərlə onu öldürmək təklifindən söz açır. Səlim yenə bunun qarşılığında nə etdiyini soruşur. İsmət isə Orxana çəkil get dediyini və özünün də evə çəkildiyini bildirir. İsmət ancaq evdən çıxandan sonra Orxanın xəncərin qalmasını gördüyünü deyir. Səlim fəqirlərin aciz olmadığını bildirərək bacısına Səlma ananı gözləməyi, sonra isə evlərini getməyi tapşırır. O cümlədən sonra ona deyir ki, bu sirri heç kimə danışmasın. İnsan da öz-özünü rüsva edərmi deyərək İsmət gedir. Səlim öz-özünə Orxan xan sultan olsa da haqsızlıq bağışlanmaz şeydir. Onu bir gizli yerdə tapıb elə bu xəncər həddini göstərərəm. Qoy başqaları da ibrət alsın ki, belə şey olmaz. Orxan girib bütün bunları eşidir və Səlimə istəsə, sən bəy get tap, Orxanı get parçala, sən get tap, Orxanı get parçala, öldür. İzzət deyir, düşmən nə qədər aciz olsa da onu kiçik görmə. Orxan kim igidsə söz onun haqqıdır. Bu da misallar deyirlər də. O yenidən eşqini İsmətə ərz etmək niyyətində olur. Lakin Səlmanın gəldiyini görür, onu Allahın bəlası adlandırır. Deməli, Səlmanın adlandırır Allahın bəlası. Səlma İsmətə deyir, müjdəm var, Qanpolad bugün yarın gəlmək üzrədir. İsmət Allah şükür edir. Səlma deyir ki, Qanpoladın yazdığından məlum olur ki, bir aydır gəlmək üçün tədarük görür. Ehtimal ki, bugün axşama gələr. Yəni, ehtimal nə olunur? Bugün axşama gəlmək. Məktubda həmçinin yazılıb ki, İsmətə xəbər etsin ki, gəlməyindən bir həftə sonra toy olmalıdır. İsmət bu xəbərdən utanır, Səlman utanmamasını söyləyir. İsmət Səlmanla izin istəyir, evə gedir, evdəki xəbərdar etmək istəyir. Çünki nigarandırlar. Səlman ona xəbər verəndən sonra gəlməsini tapşırır ki, hazırlıq işləri görsünlər. İsmət yol gedə-gedə düşünür ki, Orxan intiqam istəsə, xoşbəxtliyi pozulacaq. Orxan girib bütün olanları eşidir. Orxan Qanpolad sağ qoysam, məndən alacaq insan yoxdur, deyir. İzzət isə buna cavab olar, daldan atılan daşın topuğa dəydiyini bildirir. Orxan bir ay izləmək lazım gəlsə belə onu öldürəcəyini bildirir. İzzət ona fürsətləri dəyərləndirmədiyini, bir həftə bundan qabaq qızı qaçırması gərəkdiyini söyləyir. O hələ də əldə fürsət olduğunu qeyd edir.
Axşam olur. Orxan hələ də İsməti gözləyir. İzzət İsmətin getdiyini söyləyir. Orxan bunu görməmişdi. Orxan ər kişinin sözü bir olar deyərək onları qovuşmağa qoymayacağını bildirir. Ya gərək İsmət eşqimə inansın, ya da Qanpolad qana boyansın. Səlmanın monoloqu başlayır. Bu hissədə oğlunu Yusif Peyğəmbərə bənzədir. Yusif Peyğəmbərə bənzədilən dərzi şagirdi Əhməd əsərində də, Əhməd obrazı Məhəmməd Hüseyn Şəhriyarda da, Heydər Babaya salamında var. Deyir, kim zənn edirdi ki, bir kağız parçası insanın ruhunu belə sərinləşdirə bilər. Oğlumu sağ görsəm, dünyada dərdim olmazdı. Səlim Səlma anaya Qanpoladın qayıtdığını xəbər gətirir. Səlma ananın nə müjdə istədiyini soruşur. Səni bunu Səlma ana öz seçiminə buraxır. Səlma ana içəri keçir. Səlim onun haqqında düşüncəni dilə gətirir. Hələ belə qadın görmədiyini bildirir. O deyir, mərhəmətdə seçilmiş, alicəlanlı boynuna biçilmiş. Belə qadın ancaq Qanpolad kimi oğul dünyaya gələrdi. Səlma ana Səlimə gümüş kəmər verir. Necə kəmər? Bunun danışıqları, bu da gümüş kəmər. Onun toyda yenə məmnun edəcəyini bildirir. Səlim hədiyyəni alaraq onun oğlunu qarşılamağa gedir. Səlma ana deyir ki, İsmət eşitsə sevincdən məcnun olacaq. Murad can qurtaran varmı deyərək gəlir. Səlma ana imdad istəyir Səlma anadan. Səlma evi göstərib deyir ki, get bir tərəfdə gizlən. Allah böyükdür, bir şey olmaz. Murad qərib bir kimsə olduğunu, günahsız olmadığını bildirir, günahın olmadığını bildirir. Səlma ona özünü amanda bil deyərək içəri göndərir. Murad nitqində Orxanı günahlandıra ona görə qatil olduğunu bildirir. Murad içəri girir. Səlma ana hansısa vicdansız onu məhv etmək istədiyini düşünür. Bütün dünya gəlsə onu ələ verməyəcəyini dilə gətirir. Səlim gələrək, xain hanı soruşur. Səlma ondan Qanpoladdan xəbər verməsini istəyir. Səlim isə öz növbəsində Səlma anadan kiminsə buralardan qaçıb qaçmamasını xəbər alır. Səlma qatilin necə biri olduğunu soruşur. Səlim cavabında Çərkəz Murad Orxanın yoldaşı deyir. Səlmanın qaçanı qovmazlar söyləyəndə Səlim onun kim mərhəmət edə bilməyəcəyini deyir. Səlma onun kimi öldürdüyünü soruşur. Səlim dinini söyləməkdə aciz olduğunu bildirir. Səlma ona hər şeyi açıq söyləməsini istəyir. Səlim Səlma anaya Orxanın İsmətə sevdalandığını, ancaq sevdasının qarşılıqsız qaldığını, ona görə öfkələnib Qanpolad gələndə Murad və İzzət onun yolunu kəsdiyini, hər üçünün də qurşunla xəncərlə hücum etdiyini, Qanpoladın da İzzət və Orxanı yerə sərdiyini xəbər verir. Buna eşidən ana südüm Qanpolada halal olsun deyir. Daha sonra nə baş verdiyini soruşur. Hər də demir də, birinci demir. Birinci deyir ki, mən də onları belə eləmişəm. Səlim isə xain Muradın Qanpoladın qəlbini nişanlıya sağalmaz yara açdığını bildirir. Kimin? Muradın. Səlma ana fəryad edir. Quzum, sənə toy qismət olmadı deyib ağlayır. Səlma ana daha gözü yaşı tökməyəcəyini, göz yaşı tökməyəcəyini, Qanpoladın özünün öz intiqamını aldığını söyləyir. Səlim Muradın qaçsa da qurtula bilməyəcəyini bildirir. Səlman isə qaçanı qovmağın gərəkmədiyini, yüzlərlə belə miskin oğlunun bir telinə belə dəymədiyini söyləyir. Ləzgi Qanpoladı gətirir. Səlma ana kim gətirir? Ləzgi. Səlma ana yaralı oğlunu görüb, kaş öləydim, bugünü görməyəydim deyir. Bu öləydim deyir. Amma hərdən qarışdırırlar şeylə, Müsibət Fəxrəddində Rüstəm bəylə. Səlim və Səlma Qanpoladla Ləzgiyə yaxınlaşır. Səlma ahnalə edər oğlunun cəlladını soruşur. Qanpolad qanlı taleyimdir deyir və anasının qucağına yıxılır. Ləzgi də Səlimə qoşulub Muradı axtarır. Səlim intiqam alınmalıdır deyəndə Qanpolad istəməz söylər. Müsibət Fəxrəddində də Fəxrəddin deyir. Ləzgi xainə həddini bildirməyə lazım gəldiyini, onun yer üzünə silinməsini gərəkdiyini söyləyir. Qanpolad özü də öz intiqamını aldığını bildirir. Səlma Qanpoladdan yarasını soruşur. Qanpolad su istəyir. Su istəyir. Səlma ana suyu ona zərərli saydığı üçün razı olmur. Qanpolad İzzəti çağırmalarını istəyir. Əlvida gözəl İsmətim deyir. Anasının səsinə İsmət sən misən deyir. Səlma ana Allahdan mərhəmət istəyir. İsmət gəlib olanları görür və şaşırır. Qanpolad ona əlvida deyir. İsmət hönkür-hönkür ağlayaraq qucaqlayır. Qanpolad kəlmə-i şəhadətini söyləyir. Müsibət Fəxrəddinə iynləşdirmək olar. Səlma oğlunun qanlı sinəsini açılmış qızıl güllərə bənzədir. Nəyə açılmış qızıl güllərə? İsmət Qanpoladın xəncəri ilə özünü öldürmək istəyir. Səlma ana buna mane olur. İblis faciəsində də deməli Arifin intihara cəhdi və Rənan ona mane olmasını biz görə bilərik.
Allahın bunu qadağan etdiyini nəzərə çatdırır. Səlma ana qapıya yaxınlaşaraq Allahdan səbr istəyir. O Allahdan ölüm arzulayır. Bu xain məndən aman istəyər ki, niyə aman verdim? Sağ qoymaram onu. Bu əllər onun cəzasını bildirər. Qəlbinə xəncər saçım gərək, cəzasını tapsın deyən Səlma ana sonra inkar edir. Birinci deyir, amma sonra inkar edir. O deyir, oğlumun ruhu mənə nifrət edər. Çünki qan tökməyə izin vermədi. Həm mültəci, həm qərib, həm də müsafirdir. Mültəcidir, qəribdir, müsafirdir. Vicdanım buna razı olmaz. Həm də nə etsəm artıq Qanpolad dirilməz. Əfv edim ki, xəcalətdən ölsün. Ətrafı baxaraq düşünür ki, qatil getsə yaxşıdır. Burada qalsa öldürəcəklər. Onlara baxmaq üçün çəkilir. Murad öz nitqində elədiyi işdən peşmanlığını dilə gətirir. İsməti görüb deyir ki, Orxanı yandıran atəşi sönüb. Bunu özünün bahis olduğunu bildirərək əllərim qırılsın deyir. O buradan tez getməyəcəyi təqdirdə onu öldürəcəklərini düşünür. Əlindəki silaha baxaraq həm daşıyan qorxur, həm də düşmən deyir. Qaçmağa çalışanda Səlma ana gəlir və deyir, durma get, amandasan, qorxma, çünki sənə əvvəldən söz vermişəm. Səlma qatil olsan da səni ələ verməz. Murad Səlma ananı böyük qadın adlandırır. Nə adlandırır? Böyük qadın adlandırır belə hadisəyə görə. Səlma ana ondan adını soruşur. Murad əvvəlcə demək istəmir. Səlma ana bilmək istədiyini dilə gətirir. Çərkəz Murad adını söyləyir. Səlma ana Qanpoladı xatırlayır. Murad deyir ki, öldürdüyüm Qanpolad, anası isə Pənahım. Murad bunu deyir. Anası özünü talihsiz adlandırır. Murada deyir ki, buradan qurtulub gedəcəksən, amma bilməlisən ki, o qıydığın mənim oğlumdur. İsmət onların danışdığını eşidir və Səlimi çağırır ki, gəlib qatili öldürsün. Səlma ana onu susturur ki, qərib qonaq ələ verilməz. İsmət Səlmanın əlindəki xəncəri almağa çalışaraq belə vicdansız ölməsi gərəkdir bildirir. Bu dəfə Murad özü xəncəri götürərək qəlbinə saplamaq istəyir. Lakin Səlma ana ona imkan vermir. Murad onun kimi alçağa mərhəmətin gərək olmadığını söyləyir. O ölməyin belə yaşamaqdan yaxşı olduğunu bildirir. Səlma söz verdiyini və sözündən dönməyəcəyini deyir. Tapanca səsi gəlir. Murad diksinir, Səlma onun qolundan tutaraq qaçmasını söyləyir. Yol iz bilmədiyini deyən Murad ana özü təhlükəsiz yolu tanıtdırır. Murada, yəni ana özü tanıtdırır. İsmətin səsi eşidilir. Nə bəxtiyar imiş ölənlər. Murad ana alicənab qadın olduğunu bildirir. Səlma Muradın getdiyi yola baxır, onun dalınca deyir, alçaq, yırtıcı, cəllad və vicdansız müraciətlərini ünvanlayaraq qarğışlar tökür və nifrətini yağdırır. Deməli, əsər 1910-cu ildə qələm alınıb, mənzum dramdır, ədəbiyyatımızda ilk həyata əks etdirməsi göstərmədir, mövzusu Dağıstan həyatıdır, humanizm, bəşərlik, məhəbbət, mərhəmət hissi aşılanmasıdır. Qafqaz xanının adətinə nəsə sədaqəti Səlmanın insanlıq zirvəsini ucaltmasıdır. Ondan sonra övladının qatilini bağışlamaya bacan Səlma Sürət dünya ədəbiyyatı üçün təkrarsız bədii obraza çevrilir. Mərkəzdə Qanpoladovun yaşadığı faciədir. Qanpolad son nəfəs intiqam alınmamasını istəyir. Bu mənada müsbəti Fəxrəddin faciəsinin qəhrəmanı Fəxrəddinlə biz eynilik, yəni analogiya yarada bilərik. Və bundan başqa ölümündən qabaq kəlmə-i şəhadət söyləməsi onu həmin əsərlə, yəni ortaqlıq yaradan başqa bir cəhət kimi göstərə bilər. Bu da Hüseyn Cavidin yaradıcılığı və ana əsəridir. Növbətidə isə artıq biz İblis əsərinin təhlilinə başlayacağıq. Sağ olun, salamat qalın.